Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Açıqlamaya görə ölkə ərazisinin əksər bölgələrində yağıntı davam edir. Düşən yağıntının miqdarı Lənkəranda 47 mm, Astarada 40, Balakəndə 19, Yardımlıda 13, Lerikdə 12, Bakıda və Abşeronda 11, Oğuzda 10, Qəbələ Şəkidə 9, Neftçalada 7, Tərtər, Mingəçevir, Göyçay, Zərdab, Cəfərxan, Gəncədə 4, Göygöl, Qobustan, Kürdəmir, Sabirabad, Biləsuvar, İsmayıllı, Şamaxı, Gədəbəy və Sədərəkdə 3, Quba, İmişli, Qusar, Bərdə və Daşkəsəndə 2, Ağsu, Yevlax, Şəmkir, Naftalan, Laçın, Kəlbəcər, Şuşa, Xocalı və Ağdamda isə 1 mm-dir. Dağlıq rayonları isə hazırda qar yağır. Yağan qarın hündürlüyü Zaqatalada, Əlibəydə 13 cm, Şahdağda 9, Qusarda, Lazada, Qaxda və Sarıbaşda isə 3, eləcə də Xınalı, Xaltan və Qırızda 1 cm-dir. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvanda 7, Aran rayonlarında 6 dərəcəyə qədər isti, dağlıq rayonlarda isə 8 dərəcəyə qədər şaxta qeydə alınıb.